الحمد لله رب العالمين والعاقبة للمتقين ولا عدوان إلا على الظالمين وأصلي وأسلم على المبعوث رحمة للعالمين نبينا محمد وعلى آله وصحبه ومن اتبع بسنته إلى يوم الدين أما بعد. Təfsirul Xələf adlı kitabın davam edirik inşallah. Şeyx Əhməd bin Muhammed Sadiq-i Nəccar Hafizahullah müqəddimədə Allah Subhanahu və Teala'ya həmd sənə və Peyğəmbər sallallahu aleyhi və səlləmə salat və səlam gətirdikdən sonra xütbət-ül hərcanı oxuduqdan sonra buyurur ki, əmə bə'd, sonra Şeyx Hafizahullah buyurur ki, Allah Subhanahu və Teala sələf salihə gözəl etiqad və sağlam mənhəc bəxş etdiyi üçün onları öz dininin köməkçiləri və şəriətinin qoruyucuları seçmişdir. Artıq Allah Teala onlara Quran-ı Kerimin bir neçə ayəsində səna etmiş, onların fəzilətini açıqlamış və yollarını öymüşdür. Və onların yollarından çəkinən, hidayətlərinə müxalif olanlara hədələmişdir. Fəzilət və öndə getmək də onlara aiddir. Buna görə də onlara nisbət olunmaq şərəfli, şəri bir nisbətdir ki, hansı ki bu nisbətdə heç bir məhzur yoxdur. Və biz hər hazırki əsrimizdə zülmətli fitnələr içərisində yaşayırıq. Elə fitnələr içərisində yaşayırıq ki, özündən sonra gələn fitnələr əvvəlki fitnələri daha yüngül sayır. Hətta görürsən ki, fitnələrdən biri aydınlaşdığı zaman yenisi doğur. Məruf münkərə, münkər də mərufa çevrilir. Artıq insanlardan bəziləri buna fikir vermiş və görmüşlər ki, müsəlmanlar sələfləri sevir və sələflərin yolları ilə gedirlər. Hətta sələflərə, sələfin minhəcində olmayan insanlar belə özlərini nisbət etməkdə təqlid edirlər. Yəni, hətta elə insanlar var ki, sələfin minhəcində deyirlər və bununla yanaşı özlərini sələfin minhəcinə nisbət edirlər. Və elə insanlar var ki, bir bidət gətirirlər və bidəti insanların içərisində yaymaq üçün onu sələfə nisbət edirlər və iddia edirlər ki, onlar sələfidir. Nə üçün? Çünki görüblər ki, insanlar, adi müsəlmanlar sələfləri sevir. Və sələfiliyə nisbət olunanların minhəcləri müxtəlifləşmişdir. Hətta görürsən ki, bəziləri deyir ki, sən kimin sələfiliyinə dəvət edirsən, filan kəsinmi, yoxsa filan kəsinmi? Və bir az keçmədi ki, eşitdik ki, bəziləri dedilər ki, cihadi sələfilik və elmi sələfilik və ilaxır. Və bunların əksində elə insanlar gəldi ki, işlər onlar üçün qarışdı. Sələfiliyə nisbət olunmağı, yəni bu şəri, şərif nisbəti adlanmağı inkar etdilər. Və eləcə də bəzi insanların fəhmində sələfilik müəyyən sələfi zənn etdikləri şəxsin çərçivəsində məhdudlaşdı. Kim sələfiliyə nisbət olunub xata etdisə, onun xatasını sələfiliyə nisbət etdilər. Və buna görə də onlar üçün sələfilik xata oldu. Artıq bunlar xeyri uzaqlaşdırdılar, xeyir tələbini uzaqlaşdırdılar. Həqiqətən sələfilik yalnız bir minhəcdir. Və bu minhəc Allah Subhanahu Taala'nın kitabının və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindən götürülən üsulların, əsasların üzərində qurulub. Sələfilik nədir? Sələfilik bir mənhəcdir və sələfilik nəyin üzərində qurulub şeyx deyir?
Allahın kitabından, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindən götürülən əsasların üzərində qurulub. Sələfiliyə nisbət olunan bəzi insanların xataları sələfi minhəcinə batilliklə, nöqsanla, sələfin mənhəcini dağıtmaqla qayıtmır. Necə ki, hər özünü sələfi iddia edənin iddiası da təsdiqlənmir, təsdiq olunmur. Və bu, ən yaxşı İslamla aydın olur. Adi müsəlmanların, tək müsəlmanların etdiyi xatalar, Allahın Muhammed sallallahu aleyhi və səlləmə nazil etdiyi İslama bir ziyan toxundururmu? Və hər özünü müsəlman iddia edən insan müsəlman olurmu? Cavab, xeyr, min dəfə xeyr. Və eləcə də bu əsrdə narahat edən şeylərdən biri də odur ki, insanlardan eləsi çıxmışdır ki, insanları sələfə nisbət etməkdə səhlənkarlıq etmişdir. Hətta eşitmişik ki, bəziləri deyirlər ki, hal-hazırda olan bütün İslami cəmaatlar hamısı sələfidir. Və onların arasında olan ixtilaf, ictihadi ixtilafdır. Yalnız şaxələrdə, furularda olan ictihadi ixtilafdır. Və bunların əksinə də elə az elmli insanlar gəlmişdir ki, bunların tam əksi olaraq, elə insanlar çatmışdır ki, hansı ki elmləri azdır, insanları sələfiliyidən çıxartmaqda səhlənkarlıq eləyiblər. Hətta onlar sələfiliyi sabit olan insanı böyük alimlərin, tanınmış alimlərin minhəcdən çıxarmadığı şeylərə görə minhəcdən çıxartmışdılar. Yəni, bu insanlar səhlənkarların tam əksinədir. Elə insanlar çıxıb ki, hər kəsi sələfi sayıblar və elələri də vardır ki, yəni sələfiliyi sabit olan insanları sələfilikdən çıxardıblar. Nəyə görə? O məsələlərə görə ki, o məsələləri alimlər minhəcdən çıxartmayan şeylər görüblər. Və onlar sələflərin bu sözündən qafil olublar ki, sələflər buyurur ki, İxracun nəsi minəs sünnəti şədid. İnsanları sünnədən çıxartmaq şiddətlidir. Necə ki, İmam Əhməd buyurur, Xəlləlin sünnəsində 2-ci cild 373-cü səhifə. Və şeyx buyurur ki, Qaləl İmamud Dərimi, İmam Dərimi buyurmuşdur, Vəl-bid'atu əmruha şədid, vəl-mənsubu iləyhə seyyi'ul həli beynə əzhuril muslimin. Bid'ətin işi çox şiddətlidir. Bid'ətə nisbət olanın halı müsəlmanlar arasında çox pisdir. Bid'ətçinin halı müsəlmanlar arasında pisdir. فَلَا تَعْجَلُوا بِالْبِدْعَةِ حَتَّى تَسْتَيْقِنُوا وَتَعْنَمُوا أَحَقًّا قَالَ أَحَدُ الْفَرِقَيْنِ أَوْ بَاطِلًا. İki firqədən birinin haqq və yaxud batil dediyini bilməmiş, buna yəqin olmamış bidətlə hökm verməyə tələsməyin. Və keyfə تستعجلون أن تنسبوا إلى البدعة أقواما في قول قالوه ولا تدرون أنهم أصابوا الحق في قولهم ذلك أم أخطأوه. Siz necə bir qövmi dediyi bir sözə görə bid'ətə nisbət etməkdə tələsirsiniz ki, siz özünüz bilmirsiniz ki, onlar dedikləri bu sözlə haqqa müvafiq olublar, haqqa isabət ediblər, yoxsa xata ediblər. وَلَا يُمْكِنُكُمْ فِي مَذْهَبِكُمْ أَنْ تَقُولُوا لِوَاحِدٍ مِنَ الْفَرِيقَيْنِ لَمْ تُصِبِ الْحَقِّ بِقَوْلِكَ وَلَيْسَ كَمَا قُلْتُ. Sizin bu məzhəbinizdə mümkün deyil ki, iki firqədən birinə deyəsiniz ki, sən haqqa isabət etməmsən bu sözünlə və sənin dediyin kimi deyil. فَمَنْ أَسْفَفُ فِي مَذْهَبِهِ وَأَجْهَلُ مِمَّنْ يَنْسِبُ إِلَى الْبِدْعَةِ أَقْوَامًا يَقُولُ لَا نَدْرِي أَهُوَ كَمَا قَالُوا أَمْ لَيْسَ كَذَلِكَ. Məzhəbində ondan daha səfih və ondan daha cahil kim ola bilər ki, o şəxs ki, insanları bid'ətə nisbət eləyir və özü də deyir ki, biz bilmirik. Onlar dediyi kimidir, yoxsa belə deyil.
Yəni, belə insanlardan İmam Darimi deyir ki, daha səfeh və daha cahil birisi yoxdur. Heç özü bilmir ki, bidətçi dediyi şəxslərin dediyi kimidir, yoxsa dediyi kimi deyil. وَلَا يَعْمَنُ فِي مَذْهَبِهِ اَنْ يَكُونَ أَحَدُ الْفَرِقِينَ أَصَابُ الْحَقَّ وَالسُّنَّةِ فَسَمَّاهُ مُبْتَدِعًا. Onların bu məzhəbində heç onlar özləri əmin deyirlər ki, onların o iki firqədən biri haqqa və sünnətə isabət etmişdir və onlar onları bidətçi demişdir. Yəni, onların bidətçi dediyi insanların heç onlar özləri əmin deyirlər ki, bəlkə onların bidətçi dediyi insanların özü haqq deyiblər və sünnəni deyiblər. وَلَا يَعْمَنُ فِي دَعْوَاهُ اَنْ يَكُونَ الْحَقُّ بَاطِلًا وَالسُّنَّةُ بِدْعَةً və özünün iddiasında əmin deyil ki, haqq batil olsun və sünnə bidət olsun. Yəni, iki firqədə birinə batil deyir, bidətçi deyir və birinə də deyir, sünnə üzərindədir. Və özü də bilmir, əmin deyil. Bəlkə sənin bidətçi dediyin şəxslər sünnə üzərindədir, haqq üzərindədir. Amma sənin haqq, sünnə dediyin insanlar batil üzərindədir və bidət üzərindədir. Sən özün heç, İmam Darimi deyir ki, əmin deyilsən. Sonra nə deyir? Həzə dalalun beyyin və cəhlun qeyru sağir. Bu, açıq aydın bir zəlalət və kiçik olmayan bir cahillikdir. İmam Darimi bunu Cəhmiyyələr Rəddiyə kitabının 193-cü səhifəsində deyir. Və sonra şeyx buyurur ki, buna görə də əzm etdim ki, o qaydaları zikr edim ki, izah edim ki, həmin qaydalarla sələf imamlarının əsasları bilinir, hansı ki, kim zahirən və batinən o qaydaları, o əsasları götürərsə, o əsaslardan yapışarsa, sələfə nisbət olmağı ona mümkün olar. Düzgün olar sələflərə nisbət olunmağı. Və kim o əsaslara müxalif olarsa, o yalnız öz iddiasında, sələflərə öz nisbətində iddiaçı olar. Və mənim bu araşdırmamda iki şeyin üzərində qurulub. Birinci məbhəs, birinci araşdırma, sələf imamlarının başqalarından seçən usulların qaydalarıdır. Sələf imamlarını başqalarından seçən usul qaydalardır və onlara müxalif olanın hökmüdür. Və ikinci hissəsi isə müəyyən şəxs sələflərin usuluna müxalif olduğu zaman müəyyən şəxsin hökmüdür. Həzə vəllahə əsəl ən yəcələ əməli xalisən və li vəcihil kərim və ən yənfə bihil muslimin və cəaləhu li zəxran yevməddin. Allah subhanətə alə bizi eşidib faydalanlardan etsin. İnşallah bu günlük bu qədər kifayətlənək. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. İxlasla.com saytı tərəfindən təqdim olundu.